yazmışam yeni bir rəvayət. Şəhidimiz haqqındadır bu hekayət. Cəmi şəhidlərimizə rəhmət olsun. Kaş o zirvə hər kəsə qismət olsun. Dinləyin məni, eşidin millətim, bir şəhid haqqındadır rəvayətim. Şəhidlərin məqamı cənnətdədir, bizim yurtda, bizim vilayətdədir. Zeynallı Rəşid Mədədoğlu vardı, o da bu döyüşlərdə çox peşəkardı. Döyüşdü düşmənlə şüzayət ilə, düşməni məhv etdi cəsarət ilə. Biləsu var Təzəkənd yurdun uşağıdır, o da bizim millətin fəxri qocağıdır. Rəşid olubdu xalqın iftixarı, ürəyimə dağdı yatdığı məzarı. Şəhidimiz də əmr eləyib bu eldə, döyüşdə 2020-ci ildə 44 gün müharibədə döyüşübdü, düşmənlərin canına lərzə düşübdü. Şəhidimiz ad qazandı çox zıborda, 2023-də antiterrorda şücayətlə döyüşüb olubdur şəhid, həyatda heç vaxt unudulmur igid. Xeyli medallarla tərtib olundu, Rəşid bizi üzən elə yoxluğundu. Nur ilə dolsun yatdığı məzarı, olmusan bu millətin iftixarı. Xozalıda düşmənlə durub üz-üzə, Rəşidin hünəri bəlli olubdur bizə. Düşmənlərin gülləsinə tuş gəlib, şəhidliyin zirvəsinə yüksəlib. Şəhidlik məqamı ali məqamdır, şəhid olan həyatda ucqar adamdır. Şəhidliyər insana olmur nəsib, sənə bu məqamı uca Allah verib. Səni mənim igid Rəşid qardaşım, ürəkdə sən şəhid Rəşid qardaşım. Biz səni yaddan çıxarmarıq qəti, şəhidlərdir millətimin sərvəti. Göydə təsvir edir mələklər səni, heç zaman unutmaz ürəklər səni. İgid neydə vətənpərvər olmusan, vətənlə bir bağlı əsgər olmusan. Valideynlərində sən üçün yanan, ömrü boyu səni unutmaz atanan. Vətənlə layiqli xidmət etmisən, şəhidliyin zirvələrinə yetmisən. Rəşid gör nə qədər yanır can sənə, canında olsun belə qurban sənə. Sən axı cənnət ilə müjdələnmisən, sən vətən uğrunda canımı vermisən. Xalqın üçün dəyərlisən, dəyərli, döyüşlərdə döyüşmüsən hünərli. Xalqımız sevir belə bir mədləri, düşmən ürəyinə salmısan dərdləri. Mərdigid kimi qoymusan izləri, əbədi yummusan Xocalıda gözləri. Sənə ilahi qəni-qəni rəhmət etsin, Rəşid sənin məkanını cənnət etsin. Ahirətdə də cənnətli məkanın, torpağın üstündə töküldü qanın. Xalqımızın cəsarətli oğlusan, dəyərli çox ləyaqətli oğlusan. Hər zaman olmusan Allaha sari, səni cənnətinə qəbul etdi tarih. Başımızda tacdı şəhidimin adı, unutmaq olmaz belə bir övladı. Yetişmişiz vətənin dar günündə, baş əyirəm şəhidlərin önündə. Sizinlə hər bir anda fəxr eləyirəm, bütün yaxınlarına səbir diləyirəm. Rəvayətimdə yetib sona artıq, şəhidimiz haqda hekayəti yazdı. Cəmi şəhidlərimizə rəhmət olsun, kaş o zirvə hər kəsə qismət olsun.